Ben böyümüşəm Masalının Dambalov kəndində. Uşaqlığımız orada keçib. Kənd çox böyük kənddir. Bizdə məktəb böyük idi, mağazinlarımız idi, klublarımız idi 150 nəfərə. Əhali də belə hamısı mehriban idilər, mehriban yaşayırdı. Amma 1982-ci ildə mən getdim əskəriyə. Əskərdə suluş gəldim ki, ən ağır deməli türmədə. Asov rejimdə, strog rejimdə işlədim. Onun hər kəsin işidir. Onu bacarmaq lazımdır. Hər belə dəqiqəsi ölümdür. Necə lazımdır ki, orada ad da qazandım masadan, elə türmədə oturanlar da həmişə mənə belə hörmətlə yanaşırlar. Ondan sonra qaldım Rusiyada. Rusiyada bir 7-8 il vayon işlədim. Ondan sonra getdim Naril şəhərinə. Mis zavodunda 26 il işlədim, texnoloq. Çox çətin idi, amma cəmlə işlədim. Allah'ın köməyi ilə gəldim buraya, pensiyadayım. İndi burada bu həyəti alıb, düzəldim, burada yaşayıram. Mis zavodunda mən texnoloq işlədim 26 il. 26 il işləmək asan deyə onu hər ildə 5 dənə imtahan vermək çətin idi. Mən ildə 5 dənə imtahan verirdim. İmtahanı vermədim, məsələn işə gedirdim utana-utana. Metal arener deməli 1600 dərəcədə. Xalaslı xodda işləyəndə qazı azalırsa biraz. 900 min. Çətin idi. Peçə yaxın gələndə, dəmirə yaxın gələndə deməli adama tüstü verir bədəni. 60 yaşım tamam olur 1 avqustda. Biz yoldaşımla bir yerdə yaşayırıq burada. 40 il olar mehriban yaşayırıq. Uşaqlar da Rusiyyadadır. Uşaqlardan da narazı deyiləm. 2 dənə oğlum, 1 dənə qızım Rusiyyada yaşayırlar. Böyük oğlan elə mis zavodunda işləyir. İnjiner işləyir orada. Tez-tez gəlirlər evə. Mən istəyirəm ki, bütün burada qohumlarım, bütün millətin uşaqları da elə olsun. Həyatda da özünüz gördünüz ki, yer balaca da olsa əkirik, xiyar, pomidor əkirik, göyərti əkirik. Vişni ağaclarım var, armud ağaclarım var, alça ağacları var, pisdir. Qonşularım çox yaxşı qonşulardır. Doğrudan da belə yaxşı qonşularım var. İmənə bu Azərbaycanda çox yaxşı dostlarım var, tanışlarım var. Onların hamısına can sağlığı arzulayıram. Dostlarımla gedirəm meşəyə, samavar götürüb çay zad içməyə. Ən çox deməli xoşuma o gəlir. Ay get dəniz qırağına, ya restoran zada o mənim xoşuma gəlmir. Elə meşədə samavar götürüb belə oturub çay içirik, o mənə bəs edir. Dambalovu gəzirəm. Dambalovu hansı ki o 77 dənə ev var idi. Amma sökülüb. 14 dənə evini qalıb. Bəli, oranı adamı görəndə adam ağlamaq tutur. Bizim Dambalov kəndində bir dənə bulaq vardı. Deməli, o 77 ev gəlib o bulaqdan su götürürdü. Həmin sudan, ən təmiz su idi, yüngül su idi, yaxşı su idi. Və indi də həmişə gedəndə gedib o suda içir, amma adam oradan qayıtmaq istəmir. 18 il mən Dambalovda yaşamışam da. Uşaqlığımda orada, başlı uşaqlıq orada olub. Biz yaşayırdıq o Dambalov kəndində. Deməli o düzdür, indi deyirlər ki, biz pis yaşamışıq. Yox, biz keyflə yaşayırdıq. Geyim olmasa da, yaxşı yemək olmasa da biz yaşayırdıq özümüz üçün. Heç nə bizə lazım deyildi. Ata-anaya kömək edirdik. Məsələn, mən 7 yaşında ata-anaya kömək edirdim. Qardaşlarım hamısı oxuyub. Mən oxumasam da Avropada olmuşam. Bolqariyada olmuşam, Egiptdə olmuşam. Elə oxumayan mənəm.
Qalanı hamısı oxuyub. Onlar da hamısı Bakıda yaşayırlar. Pis yaşamırlar. Ata-anadan məsələn çəkinirdi. Gedib məsələn meşədə kimsə dalaşırdı, zadeli gəlib evdə xəbər vermirdi. Amma indi elə şey yoxdur. Ki ata deyirdi məsələn deyinəcək, nəyə görə dalaşıbsa, daha deməz sən niyə deyiblər. Biz ona görə çəkinirdik hər şeydən. Toyda deməli mən birinci dəfə oynadım 13 yaşında. Onda əmim məni çağırdı, oynadım birinci dəfə. Toyxana yaxın getmirdik ki biz. Başqa getmirdik. Toy başlayırdı, gözləyirdi çöldə, abiddən sonra gedərdi biz. Cəmaət yemək yeyəndən sonra güzel qışqırır, çağırırlar ki, hadi uşaqlar gəlsin, yemək alın. Biz gedib biraz yemək yeyirdik orada. Onunla da qutardı. Toyxana girəsən oynamaya öyle şey yoxdur. İndi qohum səni çağırdı, çağırmalı odur. Mən düzdür, təbiətdə sevirəm, mən Azərbaycanı da sevirəm. Məsələn, vətənsevər insanam. Ona görə mən elə bilərdim ki, qalım Rusiyyada. Amma qalmadım. Uşaqlıqdan mən vətəni çox sevirəm. Mənim arzum budur ki, bu insanlar burada, bu Azərbaycanda yaşayırlar da, mehriban yaşasınlar. Nəinki ki, bu Azərbaycanda, Rusiyyada olan çox Azərbaycanlarımız var. Mehriban yaşasınlar, xoşbaxt yaşasınlar. Çətinliyə dözmək lazımdır.